Salam əziz izləyicilər, bugünkü mövzumuz doymuş və doymamış buxardır. Maddənin maye haldan buxar halına keçməsinə buxarlanma deyilir. Buxarlanma zamanı kinetik enerjisi çox olan molekullar mayeni tərk edir və nəticədə mayenin orta kinetik enerjisi azalır. Əgər ətrafdan heç bir istilik miqdarı almırsa, yəni su qazın üzərində deyilsə, o zaman mayenin temperaturu azalmağa başlayır. Vahid zamanda 1 saniyədə mayeni tərk edən molekulların sayına buxarlanma sürəti deyilir. Buxarlanma sürəti maddənin növündən asılıdır. Maddənin molekullar arasındakı cazibə qüvvəsi nə qədər zəif olarsa, buxarlanma o qədər yüksək olur, sürətlə baş verir. Məsələn, spirtlə suyu müqayisə etsək, spirtin molekullar arasındakı cazibə qüvvəsi suya nisbətən zəifdir. Ona görə orada sürətli baş verir buxarlanma. Maddənin temperaturundan asılıdır. İsti havalarda buxarlanma daha sürətli baş verir. Maddənin səthinin sahəsindən asılıdır. Səthin sahəsi nə qədər böyük olarsa, buxarlanma bir o qədər sürətli baş verir. Məsələn, biz stəkandakı çayı nəlbəkiyə tökəndə daha tez soyuyur. Niyə? Çünki nəlbəkinin açıq səthinin sahəsi daha böyükdür və maye üzərində olan təzyiqdən asılıdır. Küləkli havalarda buxarlanma daha sürətli baş verir. Çünki külək mayenin üzərindəki molekulları dağıdır və buxarlanmanı sürətləndirir. Sabit temperaturda 1 kiloqram mayeni buxara çevirmək üçün tələb olunan istilik miqdarına xüsusi buxarlanma istiliyi deyilir. Xüsusi buxarlanma istiliyi L hərfi ilə, bəzən də R hərfi ilə işarə olunur. L bərabərdir Q bölünsün M-dir. Buradakı Q, kütləsi M olan mayeni buxara çevirmək üçün tələb olunan istilik miqdarıdır. Q-nü tapsaq, Q bərabərdir L-in. Xüsusi buxarlanma istiliyinin vahidini yazaq. İstilik miqdarının vahidi jouldur, kütlənin vahidi kiloqramdır. Buradan joulu açsaq, kiloqram vurulsun metrin kvadratı bölünsün saniyənin kvadratı, bir dənə də kiloqram. Kiloqramla kiloqram ixtisar gedir. Qalır metrin kvadratı bölünsün saniyənin kvadratı. Xüsusi buxarlanma istiliyi asılıdır maddənin növündən və temperaturdan. Temperatur artdıqca xüsusi buxarlanma istiliyi azalır və qaynama temperaturunda artıq xüsusi buxarlanma istiliyi minimum qiymətini alır və maddənin kütləsindən asılı deyildir. Yalnız növündən və temperaturundan asılıdır. Maddə maye haldan buxar hala keçərkən enerji udulur, yəni buxarlanma prosesində. Buna nümunə olaraq göstərə bilərik. Yay aylarında dənizdən çıxan insanlar üşüyür. Bunun səbəbi onların bədənindəki suyun buxarlanmasıdır. Buxarlanma zamanı enerji udulur və insanın bədən temperaturu aşağı düşür deyə insan üşüyür. Buxardan mayeye keçmə prosesi isə kondensasiya adlanır. Kondensasiya prosesində isə əksinə enerji ayrılır. Qaynama prosesində də maddə maye halından buxar halına keçir. Lakin buxarlanma ilə qaynamanın fərqi var. Buxarlanma mayenin sərbəst səthində baş verir. Amma qaynama maddənin həm sərbəst səthində, həm də bütün həcmində baş verən buxarlanma prosesidir. Əgər buxarlanma prosesi maddənin bütün həcmində baş verirsə, bu prosesi qaynama deyirik. Mayenin qaynadığı temperaturu isə qaynama temperaturu deyilir. Buxarlanma 20 dərəcədə də baş verə bilər, 30 dərəcədə də baş verə bilər, amma qaynama üçün müəyyən bir temperatur var. Məsələn, su üçün qaynama temperaturu normal atmosfer təzyiqində 100 dərəcə Selsi, Kelvindən ifadə eləsək 373 Kelvinə bərabərdir. Mayenin daxilində hava qabarcıqları vardır və bu qabarcıqların da daxilində doymuş buxar vardır. Suyu qaynamağa qoyduqda, qazın üzərinə qoyduqda görürsünüz onun dibində və divarlarında yumru qabarcıqlar əmələ gəlir. Temperatur artdıqca bu qabarcıqlar Arximед qüvvəsinin təsiri ilə mayenin daha üst təbəqəsinə qalxmağa çalışır. Daha üst təbəqə biraz daha temperaturu aşağı olduğu üçün orada təzədən kondensasiya olunur və kiçilərək mayeyə qarışır. Və nəhayət qaynama temperaturunda bu qabarcıqlar mayenin səthində qalxırlar və orada partlayırlar ki, bu da xüsusi səs-küylər müşahidə olunur. Buradakı doymuş buxarın təzyiqi
bərabərdir atmosfer təzyiqi üstə gələk hidrostatik təzyiq. Hidrostatik təzyiq nə idi? Mayenin qabın dibinə göstərdiyi təzyiq idi. O zaman qaynama prosesi baş verir ki, doymuş buxarın təzyiqi atmosfer təzyiqindən biraz böyük olsun. Bilirik ki, hündürlük artdıqca atmosfer təzyiqi azalır. Yəni, hər 12 metrdən bir atmosfer təzyiqi 1 millimetr civə sütunu azalır. Atmosfer təzyiqi azaldıqca qaynama temperaturu da azalır. Çünki qaynama temperaturu xarici təzyiqdən asılıdır. Qaynama zamanı mayenin temperaturu dəyişmir. Siz qazın üzərində görürsünüz ki, su qaynayır, amma qazı yenə də açıq qoymusunuz. Yəni, gün məişətdə işlətdiyimiz qazdan söhbət gedir. Bu proses zamanı həmin mayenin temperaturu artıq artmır. Orada verilən istilik miqdarı yalnız mayenin buxarlanmasına sərf olunur. Bu zaman biz temperaturun istilik miqdarından asılıq qrafikini quraq. Buraya yazaq temperatur, buraya yazaq istilik miqdarı. İlk öncə su başlayacaq qızmağa. Qızdıqdan sonra buxarlanacaq. Qeyd edək, burada maye qızır. Görürsünüz, temperatur artır. Bu hissədə isə artıq başlayır qaynamağa. Qaynama müddətində istilik miqdarı verilsə də, onun temperaturu dəyişmir. Daha sonra isə həmin verilən temperatur buxarın qızmasına sərf olunur. Doymuş və doymamış buxar. Mayeni qaba töküb, onun ağzını bağlasaq, bu zaman maye başlayacaq buxarlanmağa. Temperaturda konstant götürürük və mayedəki molekullar mayeni tərk edəcək. Nəticədə boş qalan hissədə buxar molekullarının sıxlığı artacaq. Onların bir hissəsi mayenin daxilinə qayıdacaq. Əgər vahid zamanda buxarlama prosesində mayeni tərk edən molekulların sayı mayeyə qayıdan molekulların sayına bərabərdirsə, bu hala dinamik tarazlıq halı deyilir. Öz mayesi ilə dinamik tarazlıqda olan buxar doymuş buxar, öz mayesi ilə dinamik tarazlıqda olmayan buxar isə doymamış buxar adlanır. Doymamış buxar ideal qaz qanunlarına tabe olur. Yəni, doymamış buxarı biz Mendeleyev-Klayperon tənliyinə əsasən işləyəcəyik. Və ya Nüerti. Doymuş buxarda isə fərqlidir. Əgər temperatur konstantdırsa, yəni proses izotermikdirsə, o zaman izotermik prosesdə doymuş buxarın sıxlığı, konsentrasiyası və təzyiqi sabit olacaq. Əgər V konstantdırsa, temperatur artırsa, izoxor qızma prosesidir bunun adı. O zaman sıxlıqda, konsentrasiyada, təzyiq də artacaq. P bərabərdir NKT düsturuna əsasən, temperatur artanda konsentrasiya da artır. İkisi 2 dəfə temperatur artırsa, 2 dəfə də konsentrasiya artır. Onda nəticədə P burada kvadratik artır. Bunların hərəsi 2 dəfə artanda təzyiq 4 dəfə artır. Onda P-nin T-dən asılılığın qrafikini çəksək, qrafikimiz olacaq bu formada. Aşağı hissəni qırıq-qırıq çəkməyimizin səbəbi odur ki, aşağı temperaturlarda buxar mayeyə çevrilir. Əgər temperaturu sabit saxlasaq, hesab edək ki, burada bir porşenimiz var. Porşen 1 vəziyyətindədir. Bu porşeni 1 vəziyyətindən 2 vəziyyətinə gətiririk. Porşeni 1 vəziyyətindən 2 vəziyyətinə gətirdikdə həcm azalır. Həcm azaldığı üçün artıq burada buxar molekulları üçün çox kiçik bir yer qalır. Ona görə də buxar molekullarının kütləsi azalır. Buxar molekullarının kütləsi azalanda suyun kütləsi artır. Buraya yazaq buxar, buraya yazaq su. Suyun kütləsi artır. Əksinə, genişləndirdikdə yenə temperaturu sabit saxlayırıq, həcmi artırırıq. Bu zaman buxar molekullarının kütləsi artır, mayenin kütləsi isə azalmağa başlayır. Onda biz
buxarın kütləsinin həcmdən asılı qrafikini çəksək, M buxar, V-dən asılı onu çəksək, olacaq düz mütənasib asıllıq. Sabit temperaturda buxarın təzyiqinin onun həcmdən asılı qrafikini analiz edək. Birinci AB hissəsinə baxırıq. A-dan B-yə gedərkən görürük ki, həcm VA-dan VB-yə gəldikdə azalır. Həcm azalır. Təzyiqin qiyməti isə A nöqtəsində, baxın, bu qədərdir. B nöqtəsinə çatanda bu qədərdir. Təzyiqin qiyməti də artır. Artıq biz PV bərabərdir T-yə və yaxud PV bərabərdir M bölünmüş M RT düsturuna əsasən bilirik ki, V azalırsa, P artırsa, əgər kütlə sabitdirsə, o zaman T konstant qalır. Bu da ideal qaz qanunlarına tabedir. İdeal qaz qanunlarına tabe olduğu üçün AB hissəsi olacaq doymamış buxar. Bu hissədə kütlə konstant qalacaq. P bərabərdir rho RT bölünsün M-dir. Təzyiqin qiyməti artır. Temperatur konstantdır. Demək ki, sıxlıq da artır. V azalır, sıxlıq artır. M də bərabərdir, rho vurulsun V-dir. Əgər rho artıbsa, V azalıbsa, demək ki, M konstantdır. AB hissəsində buxarın kütləsi dəyişməyəcək. B hissəsində artıq buxar başlayacaq kondensasiya etməyə. Yəni, BC hissəsində buxar olacaq doymuş buxar. B nöqtəsindən başlayaraq doymamış buxar doymuş hala keçir. Demək, biz doymamış buxarı necə doymuş hala keçirə bilərik? Sabit temperaturda həcmi azaltmaqla, yəni izotermik sıxmaqla biz doymamış buxarı doymuş hala keçirə bilərik. CD hissəsi isə artıq maye halına uyğundur. Bir də burada biz BC hissəsində baxaq görək buxarın kütləsi necə dəyişər. Buxarın kütləsi, baxırıq, B-dən C-yə gəldikdə həcm azalır. P-nin qiyməti konstantdır. Bayaq biz demişdik ki, temperatur konstant olanda P də konstant olur. T konstant olduqda həmçinin konsentrasiya da, sıxlıq da konstant olur. M bərabərdir rho vurulsun V düsturuna əsasən. Əgər rho konstantdırsa, V azalıbsa, kütlə də azalmış olacaq. Yəni, BC hissəsində buxarın kütləsi azalacaqdır. Sabit həcmdə buxarın təzyiqinin temperaturdan asılı qrafikini analiz edək. Burada 1-2 hissəsi doymamış buxara uyğun gəlir. Qrafikə nəzər yetirsək, görərik ki, 1-dən 2-yə gəldikdə P azalır, T də azalır. PV bərabərdir T-yə əsasən. P azalırsa, T də azalırsa, V konstant qalmalıdır. İdeal qaz qanunlarına tabe olursa, bu buxar doymamış buxar adlanır. Bu hissədə, yəni 1-2 hissəsində buxarın kütləsi dəyişmir. Ona görə 1 nöqtəsindəki buxarın kütləsi 2 nöqtəsindəki buxarın kütləsinə bərabərdir. Sıxlığın düsturu rho bərabərdir M bölünsün V-dir. Əgər kütlə dəyişmirsə, həcm də dəyişmirsə, o zaman sıxlıq da dəyişməyəcək. Yəni, 1 nöqtəsindəki sıxlıq bərabər olacaq 2 nöqtəsindəki sıxlığa. 2 nöqtəsində doymamış buxar artıq doymuş buxara keçir. Doymamış buxarın doymuş buxara keçdiyi temperatura deyilir şeh nöqtəsi. 2-3 hissəsi isə artıq doymuş buxar halına uyğundur. İndi biz 3 nöqtəsindəki buxarın kütləsi ilə 2 nöqtəsindəki buxarın kütləsini müqayisə edək. Həcm sabitdir, amma temperatur azalır. Temperatur azaldıqca buxar molekullarının sıxlığı da azalmağa başlayır. M bərabərdir rho V yazırıq. Göründüyü kimi V konstantdır. V konstantdırsa, sıxlıq da azalırsa, demək ki, kütlə də azalır. Demək, həm sıxlıq azalır, həm kütlə azalır. Onda 2-nin kütləsi, 2 nöqtəsindəki buxarın kütləsi 3 nöqtəsindəkindən çoxdur. 2 nöqtəsindəki buxarın sıxlığı da
3 nöqtəsindəki buxarın sıxlığından daha çox olacaqdır. Demək, biz doymamış buxarı necə doymuş buxara çevirdik? Birincisi, həcmi sabit saxladıq, izoxor, temperaturu azaltdıq, izoxor soyutmaqla. Bundan öncəki qrafikdə isə temperaturu sabit saxladıq, həcmi azaltdıq, izotermik sıxmaqla. Onda doymamışı çevirəndə doymuş buxara nə etməliyik? İzotermik T konstant V-ni azaltmaqla və izoxor soyutmaqla, həcmi sabit saxlayıb temperaturu azaltmaqla. O cümlədə bunun əksinə doymuş buxarı da doymamış buxara çevirmək üçün temperaturu sabit saxlayacağıq. Temperatur konstant V-ni artıracağıq. Yəni izotermik genişləndirməklə. Burada isə V-ni konstant saxlayacağıq. Yəni izoxor temperaturu artıracağıq. İzoxor qızdırmaqla. Böhran temperaturu. Temperatur artdıqca qapalı qabdakı maye üzərində doymuş buxarın sıxlığı başlayır artmağa. Buxarın sıxlığı artır, mayenin sıxlığı isə azalmağa başlayır. Temperaturu artırırıq və temperaturun müəyyən bir qiyməti var ki, artıq bu qiymətdə buxar molekullarının sıxlığı bərabər olur maye molekullarının sıxlığına. Həmin bu temperatura deyirik böhran temperaturu. Böhran temperaturunda maye molekullarının sıxlığı azalır və doyan buxarın sıxlığı artır və nəticədə bu nöqtədə hər ikisinin sıxlığı bir-birinə bərabər olur. Böhran temperaturu qazın növündən asılıdır və bu temperaturda artıq doyan buxarın həm sıxlığı, həm də konsentrasiyası maksimal qiymətinə çatır. Böhran temperaturundan böyük temperaturda hər hansı bir qaz halında olan buxarı mayeyə çevirmək olmaz. Məsələn, burada bir nöqtəsi götürsək, bir nöqtəsindəki qaz artıq böhran temperaturundan böyük temperaturdadır. Bunu təkrar mayeyə çevirmək olmaz. Mütləq və nisbi rütubət. Havanın tərkibində su buxarı, karbon qazı, oksigen, azot qazı və digər qazlar mövcuddur. Tərkibində su buxarı olan havaya deyirik ki, rütubətli hava. Havanın 1 kub metrindəki su buxarını təyin etmək üçün mütləq rütubət adlanan fiziki kəmiyyətdən istifadə olunur. Rho hərfi ilə işarə olunur. Rho bərabərdir M bölünsün V-dir. Yəni, havanın 1 kub metrindəki su buxarının kütləsidir. Vahidini yazsaq, həcmi yerinə metr kubu yazırıq. Havadakı su buxarının kütləsi az olduğundan kütlənin yerinə qram yazırıq. Vahidi olacaq 1 qram bölünsün metrin kubu. Havadakı digər qazları nəzərə almasaq, yəni azotu, oksigeni, digər qazları nəzərə almasaq, su buxarının göstərdiyi təzyiqə deyilir parsial təzyiq. Parsial təzyiq işarə olunur P hərfi ilə. Su buxarının parsial təzyiqinin doymuş buxarın təzyiqindən neçə dəfə fərqləndiyini göstərən fiziki kəmiyyət adlanır nisbi rütubət. Nisbi rütubət F hərfi ilə işarə olunur. F bərabərdir P bölünsün P0 vurulsun 100%'dir. Burada P parsial təzyiq, P0 isə doymuş buxarın təzyiqidir. Havadakı su buxarının doymuş buxar halına keçdiyi temperatur adlanır şeh nöqtəsi. Şeh nöqtəsində nisbi rütubət F bərabərdir 100% olacaqdır. Şeh nöqtəsini ölçmək üçün metal hiqrometrdən istifadə olunur. Tüklü hiqrometr və psixometr isə nisbi rütubəti təyin edir. Psixometr cihazının 2 termometri olur. Quru termometr, bir yaş termometr. Yaş termometr daim yaş olan əskiyə bükülür, civə olan hissəsi və quru və yaş termometrlər arasındakı göstərişlər fərqi də havanın rütubətindən asılıdır. Əgər havanın rütubəti azdırsa, o zaman su intensiv buxarlanır. Quru və yaş termometrlər arasındakı fərq çoxalır. Əgər nisbi rütubət çoxdursa, o zaman su az buxarlanır və nəticədə quru və yaş termometrlər arasındakı fərq də azalır. Əgər quru termometrlər yaş termometrin arasında göstərişlər arasında heç bir fərq yoxdursa, bu zaman yenə də
nisbi rütubət 100%-ə bərabər olacaqdır. Psixrometrik cədvəli nəzərdən keçirək. Gördüyünüz kimi burada quru termometrin göstərişi, burada isə quru və yaş termometrlərin göstərişləri fərqi verilmişdir. Hesab edək ki, quru termometrin göstərişi 18 dərəcə Selsidir, yaş termometrin göstərişi isə 16 dərəcə Selsidir. Gəlin nisbi rütubəti təyin edək. O zaman nə edirik? Quru termometrdən 18-i götürürük. Sonra quru ilə yaşın fərqini tapırıq. 18 çıxılsın 16 bərabərdir 2. Buradan 2-ni götürürük və 18 ilə 2-nin kəsişdiyi nöqtəni tapırıq. Buradan gəlirik və 2-dən də aşağı düşürük. Görürük ki, nisbi rütubət 81%-dir.